bu abidələr pasportlaşdırılırsa, bunun sonraki aqibəti nə olacaq? Və onu pasportlaşdırırlarsa, onsuz da bunların bir çoxu uçulub, dağılıb. Hamımız şimal zonasında görürük bunu. Və o abidələrin də ömründən gündə bir sarayından kərfiz düşür. Yəni dağıdılır, gedilir. Nəzarət olmur. Ciddi nəzarət yoxdur bu abidələrə. Amma necə eləmək olar? Bunları hansısa iş adamlarına vermək olar ki, gəl bərpa elə, burada bir şey yarat. Bunun başqa yolu yoxdur. Mən nə qədər o abidələrdən görmüşəm, İsmaillidən başlayaraq Balakana qədər. Yəni, bir məsələ qoyuruqsa, qaldırırıqsa, bunun sonraki halında düşünməliyik. Pasportlaşdırdıq, nə olsun? Bəs sonra? Bax, o sonranın cavabını tapmaq lazımdır. Sonra bu sözün əleyhiniyəm. Daşınmaz abidələrin pasportlaşdırılması. Əcaba, bu nə ifadədir, daşınmaz abidələrin? Abidə elə abidədir. Kimin ağlına gələr ki, Qız Qalasının yerini dəyişdirsin? Və əlaqədar orqanlar bu məsələ ilə bağlı sözlərin deməlidirlər. Həm Mədəniyyət Nazirliyi, həm Turizm Agentliyi və s. Mən çıxış yolun bunların iş adamlarına verilməsində görürəm. Onlar o yeri abadlaşdıra bilər. İş adamına da şərt qoymaq olmaz ki, bunu belə elə. Ona bir şey tələb elə, bunu bərpa elə. Qoy bərpa eləsin, bu millətin xeyrinədir.